hörmətli izləyicilər, daha bir işdə sizə yardımcı olmaq istəyirəm. Artıq qış mövsümü bitmişdir, yaz gəlir. Hər kəs istəyir ki, bir torpaq sahəsi alsın və orada özü üçün bağ evi tiksin. Bu torpağı harda seçmək lazımdır? Mən sizə bir balaca məsləhət verim. Hal-hazırda Bilgəh kəndində Xəzərin sahilindəyəm. Burada 9-cu dalanda bizim bağ evimiz var. Mən uşaqlığım orada keçib. Yoldan təxminən 800-900 metr içəridə idi bizim o evimiz. Sizə bir əhvalat danışım uşaqlıq xatirələrimdən. Yay vaxtı idi. Atam çörək alıb evə gəldi. Dedi ki, bəs orada bir nəfərlə tanış oldum. Onun bağı deməli yoldan ikinci bağdır. 2 mərtəbəli evi var. Dedi, gəl səninlə başa-baş dəyişək. Biz o vaxt çox sevindik. Çünki bizim bağımız köhnə Bakı bağı idi. Bir mərtəbə, bir otaq, bir mətbəx. Hər tərəfə teras çıxarılmışdı və yoldan da aralı idi. O vaxt hər adamın maşını yox idi və bizim də maşınımız yox idi. Çox sevindik. Dedi ki, atamıza ki, bəs ged, danış, biz dəyişək. Ancaq atam fikirləşdi. Dedi, yox, burada nəsə bir sir var. Getdi, həmin adamla söhbət elədi və söhbət əsnasında məlum oldu ki, 4 nəfər onun ailə üzvündən, 4-ü də revmatizm xəstəliyindən əziyyət çəkirlər. Deməli, dənizin nəmişliyi bunları bu hala salmışdı və məcbur olublar ki, bizimlə bağı başa-baş dəyişsinlər. Daha bir xatirə sizə danışım. Deməli, bizim bir bağ qonşumuz var idi, indi rəhmətə gedib, o avtobus sürücüsü idi. İşçiləri səhər işə aparıb, axşam gətirirdi. Günün böyük hissəsi boş olurdu. Deməli, güclü xəzri küləyi əsən vaxtı o bizi öz uşaqları ilə bərabər yığırdı öz avtobusuna. Aparıb səpələyirdi. Deməli, Bilgəhdən tutmuş ta Nərdaran, Ləyiş sahillərinə. Və biz orada dayanıb gözləyirdik. Düzdür, çox çətin idi, külək güclü olurdu. Bu vaxtı dəniz iri balıqları vurub sahilə atırdı, diri balıqları. Və biz onları tutub, yığıb, avtobusa yığıb, sevinə-sevinə evə gəlirdik. Onda mən bir şeyi müşahidə eləmişdim ki, deməli, biz o avtobusdan düşəndən, sahilə düşəndən 5-7 dəqiqə maksimum sonra köynəyimizi çıxarıb sıxanda bütün paltarımız suyun içində olurdu. Sıxanda sözün əsl mənasında damcı-damcı ondan su tökülürdü. Yəni, dəniz qırağı küləkli vaxtı daha çox rütubətli, daha çox nəmişli olur. Və sonra mən analiz elədim ki, bax, niyə görə Bakı kəndlərinin hamısının dolanışığın əksəriyyəti dənizdən, Xəzər dənizindən, yəni balıqçılıqdan çıxır. Və ancaq o kəndlərin hamısı dəniz sahilindən heç olmasa 3-4 kilometr ən azı məsafədə yerləşir. Və belə qənaətə gəldim ki, bunlar hamısı nəmişliyi nəticəsidir. Tək bir Şıxlar kəndindən başqa, Şıxov deyirlər indi ora. O Şıxlar kəndi də dəniz sahilinə ona görə yaxındır ki, dənizin o hissəsində xəzri küləyi, yəni ki, şimal-qərb küləyi əsəndə üzü dənizə tərəf əsir. Və ilin çox hissəsini də ancaq xəzri küləyi təşkil elədiyinə görə, gilavar çox nadir hallarda əsdiyinə görə orada elə bir nəmişlik olmur. Nəmişlik revmatizmdən başqa həm də vərəm xəstəliyi üçün çox gözəl mühit yaradır. Ona görə orta statistik Azərbaycanlılara məsləhətim odur ki, özlərinə torpaq alanda ən azı 1 kilometr dəniz sahilindən aralı alsınlar. Dəniz sahilinə yaxın ancaq çox imkanlı adamlar ala bilirlər. Çünki onlar bəzən heç illərlə o bağın qapısını açmırlar. Olanda da ildə 1-2 dəfə dostları ilə görüşüb, orada əylənib, vaxt keçirib, dağılışırlar. Sizə əgər faydalı oldumsa şadam. Sağ olun, görüşərik.